Bismillahirrahmanirrahim. Sual bundan ibarətdir. Əgər bir şəxsin imsak üçün yemək yeməyə və qusl etməyə kifayət qədər vaxtı yoxdursa, gün ərzindəki zəifliyin qarşısını almaq üçün yeməyi quslə tərcih edərsə, yəni yemək yiyərsə, qusl etməzsə, sübh azanına qədər quslu yerinə yetirməzsə, onun orucunun hökmü nədir? İmam Xomeyninin və Ayətullah Sistaninin nəzərinə əsasən, gərək qusl əvəzinə təyammüm eləsin. Əgər onu da tərk eləsə, yəni qusl əvəzinə təyammüm eləməzsə, qəzadan əlavə kəffarə də verməlidir. Ayətullah Məkarim Şirazinin nəzərinə əsasən isə, əgər imsak vaxtı yemək yemədən oruc tutmaq cünub şəxs üçün, yəni boynunda qusl olan şəxs üçün çətinlik yaratmasa, qusl eləməsi vacibdir. Əgər çətinliyə, usru hərəcə səbəb olarsa, gərək qusl əvəzinə təyammüm eləsin. Əgər onu da tərk eləsə, yəni təyammümü eləməzsə, ehtiyat vacibə əsasən qəzadan əlavə kəffarə də verməlidir. Yəni belə bir şəxs əgər çətinlik yaranırsa onun halında, məşəqqət yaranırsa gün ərzində, onun zəifliyinə səbəb olursa, qusl əvəzinə təyammüm eləyəcək, əvəzində yeməyini yiyəcək. Əgər təyammüm eləməzsə, o zaman ehtiyat vacibə əsasən qəzadan əlavə gərək kəffarə də versin.